Apendisit qarın boşluğunda yayılmış iltihab peritonit niyə yaranır? Mən Toğrul Ömər Uşaq, Cərrah Tibb bölümü fəlsəfə doktoru. Bu gün uşaqlarda ən çox rast gəlinən hallardan və onun fəsadlarından danışacağam. Apendiks bugünkü gün hər gün rastlaşdığımız bir xəstədir. Apendisit, hansı ki apendikulyar, apendiks dediyimiz çıxıntının iltihabı prosesidir və bu çor qurtaran çıxıntıdır. Onun içinə qida girib geriyə qayıda bilməyəndə mənfəz tutulur və həmin qalmış qida çürüyərək iltihablaşır. Bəzən apendikulyar çıxıntının qan damarları sıxılır, qan dövran pozulur, nəticəsində iltihablaşır ki, müxtəlif səbəblərdən bu hal baş verə bilər. Ən çox nə zaman baş verir? Qida kəskin qida dəyişikliyində, bəzi bağırsaq infeksiyalarından sonra. Niyə qida kəskin? Baxın, məktəb dövrdə, uşaqlar məktəb başlanğıc dövrdə məktəbə getdiyi vaxtda qida dəyişikliyi baş verir və yaxud bayramlara keçdiyi halda hansısa bir qida dəyişikliyinə baş verir ki, bu hallar nəticəsində uşaqda artıq qida pozğunluğu və kor bağırsağın içində qidanın dolaraq pərçimlənməsi baş verə bilər. Standart bir qidadan dəyişiklik halı olduqlar. Və yaxud da ki, hansısa bir bağırsaq infeksiyası, hansısa bir infeksiyanın fonunda baş verə bilər ki, bağırsağın içərisində mühtəviyyətdə disbakterioz formalaşır və bu da apendikulyar çıxıntının iltihablaşmasına gətirib çıxara bilir ki, məsələn, ishal keçirmiş, ishaldan 5-6 gün sonra apendisit inkişaf edən xəstələr görmüşük. Və biz bu halları necə bilirik? Uşaqda kəskin qarın ağrısı, qarında sərtləşmə, öyülmə, qusma, ürək bulanma və temperaturun olması. Amma bəzi hallarda, kök uşaqlarda bu hal simptom çox dözüm biruzə vermədən bilə bilir. Səbəb odur ki, kök uşaqda pik qatı çox olduğuna görə periton qızaqlanma, digər simptomları zəif olur və bu gözdən qaça bilir. Bəs necə diaqnoz qoymalıyıq? Öncəliklə, əgər bu şübhə varsa, bir ultrasəs müayinəsidir, dəqiq apendikulyar çıxıntının qalınlığı, onun tamlığı, içində fekalın olub-olmaması, ətraf toxumaların ödemli olması, qarın boşluğu sərbəst müayinə olmasına baxılır. Əgər ultrasəs müayinəsi görünmürsə və kompüter tomoqrafiya və digər bir müayinələr, qan ümumi analizinə baxmaq lazımdır ki, qanda çRP-yə baxmaq lazımdır. Amma bəzi hallarda qan ümumi analiz də standart dayana bilir ki, heç bir reaksiya verməyə bilər və bu bizi aldada bilər. Və ən önəmli cərrahın əlindən baxışı mütləq lazımdır ki, bu hallarda boyulur. Gecikmiş halda nə baş verə bilər? Bildiyimiz kimi apendisit kəskin cərrahi bir xəstəlikdir və vaxtında müdaxilə mütləq lazımdır. Gecikmiş halda öz başına, evdə ixtisas olmayan insanlar və yaxud valideynlərin öz başına müalicəsi nəticəsində apendikulyar çıxıntı deşilə bilər. Qəbul olunmuş ağrı kəsici, antibiotiklər fonunda simptomlar itə bilər və nəticədə qarın boşluğuna yayılmış, daha ağır bir halla üzləşə bilir ki, yəni bizə müraciət olunmuş xəstələrin içərisində il ərzində 5-6 belə bir xəstə var ki, ən azından qarın boşluğu yayılmış, 10 gündən sonra gələn apendisit var ki, xəstə bayılıb gətirə bilər. Və valideynlərə buradan səsləndiyimiz, dediyimiz odur ki, şübhələndiyiniz halda öz başına və yaxud hansısa bir qonşunun, hansısa bir ixtisas olmayan həkimin müayinələri, müalicəsi deyil, ixtisas həkiminin müayinəsi və lazım olda müdaxilə etməyiniz tövsiyə olunur. Çünki bu hallar çox ciddi fəsadlar baş verə bilər. Apendiksit adi bir, sadə bir cərrahi proses olsa belə, bəzən elə bir ağırlaşma və elə bir yerləşmə ola bilir ki, daha böyük bir əməliyyata gətirib çıxarda bilir ki, bunu da vaxtında tap olduğu halda daha asan, qısa bir prosedurla aradan qaldırmaq mümkündür. Təşəkkür.